Məhəlləmizdə yeni qəssab tapıb biraz sevinmişdim, çünki 2 dəfə ondan ət aldım, ətlər dəhşət idi. 3-cü dəfə yenə sifariş verdim, amma bu dəfə biraz məyus oldum. İndi deyəcəksiniz ki, bir ətə görə keyfi pozmaq olar. Valla sizi bilmirəm, mənim keyfim pozulur. Nəysə, keçək paxlalı plov hazırlamağa. Düyünü yuyub duruluyub duzlu suda islanmağa qoymuşdum. Quzu ətini isə soğan, duz, istiot və paprika qarışığı ilə qarışdırıb, əzişdirib daha sonra yarım saat gözlədəcəm. Əgər qonağınız olacaqsa, ətə çalışın istiot vurmayın, çünki istər-istəməz istiot düyünün rəngini dəyişir. Qaynayan suya duz əlavə edib qarışdırdım, daha sonra düyünü tökdüm. Düyünü birazcık bişməyə buraxdım, tam bişməməlidir. Düyünü əlimlə yoxladıqdan sonra qabığını soyduğum paxlanı əlavə edirəm. Təxminən 3-5 dəqiqə qaynayandan sonra isə doğradığım şüyüdləri əlavə edib qarışdırıram. Elə qarışdıran kimi də qazı söndürüb süzürəm. Plovu dəmləyəcəyim qazanda kərə yağını isidib soğandan ayırdığım ətləri düzürəm. Üzərinə öncə soğan, daha sonra isə düyünün bir hissəsini əlavə edib kərə yağı qoyuram. Kərə yağının üzərindən də qalan düyünü əlavə edib yenidən kərə yağı qoyub salfetlə bağlayıram. Daha sonra vamotda dəmirin üstündə təxminən 1 saat dəmlənməyə buraxıram. Qazanı fırlatdığımı heç göstərməyim, çünki heç də yaxşı alınmamışdı. Hər nəysə, əsas odur, plovumuz çox ləzzətli alındı. Tam səmimi deyim ki, bu yemək Gəncədə çox nadir hallarda bişirdi. Yəni ən azından mən belə xatırlayıram. Paxlalı plovu mən Bakıda sevdim. Əminəm siz də sevəcəksiniz.